İllərdir əhaliyə çox yüksək səviyyədə xidmət göstərən Nərgiz klinikasında yeni parazitologiya şöbəsi açıldı. Qırmızı lent kəsildikdən sonra klinikanın rəhbəri Məlahət Qəhrəmanova qonaqları salamladı. Açılış mərasimində rəsmilər, fəxri qonaqlar, həkimlər, media nümayəndələri, həmçinin şou-biznes nümayəndələri də iştirak edirdilər. Çıxış edən hər kəs bugünün əsas məhiyyətindən söhbət açdılar. Hər biri qeyd etdi ki, Nərgiz klinikasının sözün əsl mənasında bir brendə çevrilib, öz işi ilə, xalqa xidməti ilə həmişə bir addım öndə olub. Parazitlərdən uzaq durmaq, onları yaxına buraxmamaq böyük əmək sərf edir. Hər birimiz sağlamlığımızın qeydinə qalmalı, ildə bir dəfə də olsa yoxlanışlardan keçməliyik. Bunun üçün isə yalnız Nərgiz klinikasına müraciət edin. Çıxışlardan sonra musiqilərə yer verildi. Toplaşan hər kəs bugünün sevincini yaşadılar. Deyib gülüb əyləndilər. Nərgiz, qabaqcıl və səssiz. Cəmilə Nəsir qızı bugün informasiya proqramı üçün.